Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan biri ölüb. Hadisə Böyük Qafqaz Sıra dağlarının cənub ətəyində Zaqatalanın Yuxarı Çardaqlar kəndində qeydə alınıb. Belə ki, son 3 gündə 2 nəfəri ilan sancıb, biri ölüb, digərinin müalicəsi xəstəxanada davam etdirilir. Kənd sakini 49 yaşlı Murad Məhəmmədoğlu Qurbanov iyununu ailəsinə məxsus əkin sahəsində təsərrüfat işləri ilə məşğul olarkən ilan onu sancıb. Murad Qurbanov yaxınlarının köməyi ilə Zaqatala rayon mərkəzi xəstəxanasına aparılıb. Yaralıya lazımi ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan o, Bakıdakı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə göndərilib. Həkimlərin səyinə baxmayaraq Murad Qurbanov ötən gün müalicə aldığı tibb müəssisəsində həyatını itirib. Bundan başqa, Yuxarı Çardaqlar kəndində bugün daha bir kişini ilan sancıb. Kənd sakini 34 yaşlı İsmail Cumuoğlu Lələyevi yaşadığı evin həyətyanı sahəsində ilan qəfildən sağ ayaq pəncəsindən sancıb. O, Zaqatala rayon mərkəzi xəstəxanasına yerləşdirilib və lazımi ilkin tibbi yardımlar göstərilib. Yaralının vəziyyəti nəzərə alınaraq müalicəsini davam etdirmək üçün gün ərzində Bakıdakı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə göndəriləcək. Vüqar Heydər, Əhməd Fərixoğlu, Sənan Bəhrəmli, APA TV, Zaqatala.